Bir gün 29 yaşlı bir danışanım mənə dedi ki, mən iş saatından artıq qalıb işləyirəm. Üstəlik bəzən işi evə aparıram, amma buna rəğmən görülmürəm, dəyərsizləşdirilirəm və mənim əməklərim düzgün şəkildə qiymətləndirilmir, ədalətsizliyə məruz qalıram. Sonra konsultasiya ərzində biz ortaya çıxartdıq ki, əslində mənim danışanım iş saatını düzgün və verimli istifadə etmirmiş və işlərini düzgün bir şəkildə planlaşdırmırmış və ona görə işdən sonraki saatlarda artıq qalmaq məcburiyyətində qalırmış. Bu bir müəyyənləşdirdiyimiz nüans oldu. İkinci müəyyənləşdirdiyimiz nüans isə ondan ibarət oldu ki, mənim danışanım elə zənn eləyir ki, işdən artıq saat qalsa, müdirlərin və rəhbərlərin gözündə çox çalışan və həqiqətən dəyərli bir işçi olacaq. Amma əslində və reallığa baxanda 7 illik HR sferasından gələn bir insan olaraq da sizə deyirəm, müdirlərin gözündə iş saatından sonraya qalan işçi iş saatı ərzində düzgün və verimli çalışmayan bir işçi kateqoriyasında olur. Təbii ki, əgər o işçini birdən çox vəzifə ilə yükləməyiblərsə, bu da əlavə vacib nüanslardan biridir. İndi isə mən bu Usluacının günlük kitabını oxurdum və burada çox qəşəng bir məqam göstərilib. Harda ki, əslində bir insanın çox çalışmasının onun həqiqətən məhsuldar olmaması ilə bağlı olduğunu və buranın bir sorğulanmalı olduğunu vurğuluyurlar və əslində çatdırmaq istədiyim nüans isə çox çalışmaq həqiqi anlamda çox verimli olmaq demək deyil. Bizim nə üçün çalışdığımız və nə üçün əmək qoyduğumuz bizim əsl verimliliyimizi və əslində kim olmaq istədiyimizi yansıdır. Ona görə də bundan sonraki etaplarda çox çalışdığınız zamanlarda mən nə üçün çalışıram və nə üçün bu əməyi qoyuram sualını da özünüzə verməkdən çəkinməyin.